Gəlin sizinlə birlikdə topluya yeni əlavə olunmuş 27-ci sualın izahına baxaq. Bizdən verilmiş ifadənin sonuncu rəqəmini tapmaq tələb olunur. Bu zaman 223-ü 4-ə bölürük. Çünki qüvvətə yüksəltmə əməlində hər 4 qüvvətə yüksəltmə əməlindən sonra rəqəmlər təkrarlanır. Bu zaman alınan qalığı, yəni 3-ü 12-nin üzərinə yazırıq. 12-nin sonuncu rəqəmi 2 olduğu üçün 2 üstə 3 hesablasaq 8 alırıq. Daha sonra 56-nı 4-ə bölürük. Qalıqda 0 alınır. 0-ı 7-nin üzərinə yazırıq. Bilirik ki, hər bir ədədin üstündə 0 görsək, mütləq 1 yazırıq. Daha sonra 25-i 4-ə bölürük. Alınan qalıq, yəni 1-i 19-un üzərinə yazırıq. Alınan cavabımız elə 19-un özüdür. Daha sonra verilən ifadəyə görə yerinə qoyuruq. 8 vur 1 üstəgəl 19. Cavabımızda 27 alırıq. Bizdən isə sonuncu rəqəmi tapmağı tələb edir. Bu zaman sadəcə 7-ni götürürük. Yəni cavabımız 7 olacaq.